Herkesi yeni videodan salamlayıram xanımlar. Bir videonu tamamlamadan yeni bir video başlatmış oldum. Bu video bir bacımızdan, bir izləyicimizin istəyi üzrə çəkilən videodur. Bacımız qərib ölkədə yaşayır, onu deyim. Atası da uzaqda yaşayır. Bugün də atasının anadan olan günüdür. Bu videonu elə bugün 28 apreldə izləmiş olasınız. Dünən mənə yazdı ki, bacı, sabah atamın anadan olan günüdür. Mənim bu atama demək istədiyim bu sözləri video vasitəsilə atama çatdıra bilərsənmi? Mən də o yorumu oxuyub düzü göz yumub keçə bilməzdim. Çünki mən də qərib ölkədə yaşayıram. Mən də atamdan ayrı yaşayıram. 15-20 gün bundan qabaq bir bacı da yazmışdı ki, bacı 17 apreldə, günü də yadımdan çıxartmamışam. 17 apreldə oğlumun anadan olan günüdür. 3 yaşı olur. Təbrik edərsənmi? Düzü yorumu oxudum, baş üstə yazdım, amma təbrik edə bilmədim. Çünki o ərəfələr mən ağrıdım. Üstünüzə sağlıq olsun, video çəkə bilmədim. Buradan da o bacımızdan üzr istəyirəm. Bilərək, istəyərək etməmişim, inanın ki. Bir bacımızın istəyidir qızlar bu. Əgər mənim belə video vasitəsilə ürəyindən keçən o gözəl sözlərini atasına çatdırmamı istəyirsə də, mən bunu belə çatdırsam, onlar sevinəcəksə də, nə xoşbəxtlik mənə ki, mən bir neçə insanın sevincinə vesilə oluram. Allah mənə bunu yaşadır, çox şükür edirəm. Buradan indi o bacımızın atasına hazırladığı və demək istədiyi sözlərini deyəcəm. Bu mənim sözlərim deyil, onu da demək istəyirəm ilk öncə. Bacımızın sözləridir, mən indi dilə gətirib deyəcəm, çünki əzbərləmişəm. Deyir bacımız, ay ata, can ata, sana qurban olum ay ata, yaxşı ki varsan, yaxşı ki sənin kimi atanın qızıyam mən. Bugün sənin anadan olan günündür. Bugün ən xoşbəxt günlərindən biridir. Ömrünü sağlam yaşa. Bu gələcək yaşın düşərli olsun. Xeyirli yaşlardan, bərəkətli yaşlardan olsun. Hər zaman huzurlu yaşamanı diləyirəm. Mən çox xoşbəxtəm ki, səni kimi atanın qızıyam. Mən çox xoşbəxtəm ki, səni kimi atan var. Mən çox qürur duyuram səndən. Mən çox sevinirəm səndən. Yaxşı ki varsan. Mənim bu sözlərimi çatdırsınlar deyibdir. Bunu indi mən özüm deyirəm. Bu sözləri çatdırsınlar deyibdir. Bacım elə hiss edirəm, kövrələ-kövrələ yazıbdır. Çünki qəriblikdə yaşayır, atası da uzaqdadır. İstəyər ki, yanında ola. Bu gözəl gününü, bu xoş gününü birlikdə keçirmiş ola. Onu başa düşürəm. Mən bacısı onu çox yaxşı başa düşürəm. Mən də boş durmadım. Getdik yox, özüm tək getdim. Bacımızın adı ilə belə bir balaca tort aldım qızlar. Mənim bu aldığım balaca tortu çox görsünlər. İndi istəyirəm ki, bu tortu bacımızın adı ilə kəsəm. Qəşəng çay dəmləmişəm, o çayla içək. Atası qəbul etsin, bacım qəbul etsin. İnşallah bu video onların ürəyicə olmuş olar. Mən çox sevinirəm, insanların sevincinə vəsilə oluram deyə. İndi telefonumu bir yerə sabitləyim. Birlikdə çayımızı süzək, tortumuzu kəsək. Ondan sonra videomuzu yayınlayacağım çox gec olmadan. Yalnız biz babamın hikmət şeydir kəsir. Bugün bir babanın anadan olan günüdür balam. Qızı bizdən xahiş elədi. Balası ki, atama tort demədi, təbriklər dedi. Bunu mənim özüm sürpriz olaraq aldım bacımızın adı ilə. Hə. Mən şeydə babaya dem təbriklər oldu. De görüm. Ay baba, желать ederim, чтобы sizdə hər şey olsun, şəst olsun, siz elə gözəl olasınız. Zdoroviya. Zdoroviya. İndi gedək stolun üstündə tortu siz kəssin. Ne var mı deyim? Hə, de. Ay baba, желаю вам счастья, здоровья, чтобы hər şey yaxşı olsunuz. Чтобы göz dəyməsin sizin ailənizdə, чтобы hər şey yaxşı olsun. Sağ ol balam, Allah razı olsun sizdən də. Oğlum yarı rus dilində, yarı Azərbaycan dilində dedi. İnşallah
təbriklərini çatdırmış oldu. İndi biz tortumuzu kəsək. Çaysız olmaz dedim. Tortu kəsməmiş çayımızı da süzək. Təzə, tarçınlı, müxəhli çay dəmləmişim qızlar. Düzü bu tortdan, bu şirniyyətdən onlara çatan bir şey olan deyil. Amma əgər bizim bu sürprizimizi, o bacımızın adıyla etdiyimiz sürprizi bəyənəcəklərsə, buna sevinəcəklərsə, nə xoşbəxt bizə ki, insanların sevincinə vəsil oluruq. Gəlin balam, bıçağı da göt, Halil, bıçağı da göt, gedəyək tortu kesək. Qoyun belə ortada dursun. Alın görün, siz kəsərsiniz. Torta şam düzmədik, çünki istədik ki, özü fürsün də. İndi biz onu edə bilmərik. Amma kəsərik. Bacımızın adı ilə kəsirik bunu. Bacımızın istəyi ilə edirik. Yəni bizdən tort al deyən bir xahişi olmadı. Bunu prosto videoya rəng qatmaq üçün mən etdim. İnşallah gözəl anlar. Birini gənə kəs balam. Birini gənə kəs. Yetirişdən oxusun. Təbrik edirik sizə. Təbrik edirik sizə ay baba. Uzun ömürlü olsun inşallah. Ömrünü barca atanız sağlam yaşasın. Allah başınızdan əksik etməsin. Sənin atanın simasında bütün ataların 28 apreldə olan bütün hər kəsin anadan olan gününü təbrik edirik buradan. Bizim bu tortumuz, bizim bu videomuz sizlərə xoş olar, bəyənərsiniz. Çünki o yorumu mən göz yuma bilməzdim. Bu videonu da mənə deyən vaxtı dünən axşamüstü demişdi. Çünki mən çatdıra bilmirdim bugün paylaşdığım videonun içinə yerləşdirməyi. Amma bunu indi elə bugün çəkirik, elə indi də yayınlayacağım inşallah, izləyərsiniz. Tortumuzu kəsdik, çayımızı da içdik. Buradan bacımızı da öpürəm. Allah atasına can sağlığı versin, ailəsinin başının üstündə dursun. Yaşını sağlam yaşasın inşallah. O atanın simasında bütün ataları salamlayıram. Allah atalarımızı başımızdan əksik etməsin qızlar. Dünyasını dəyişən atalara da Allahdan rəhmət diləyirəm. Öz atamı da salamlayıram. Atamdan ötəri çox darıxıram. Allah başımızdan əksik etməsin. Bütün ataların Allah canını sağ eləsin. İçində də mənim atamın Allah canını sağ eləsin. Uzaqda yaşayırıq, qərib ölkədəyik. Allah sağlam yaşatsın yaşlarını. Biz də istəyərik atamızın yanında olaq, atamızla keçirək yaşımızı, günümüzü. Çox xoşbəxt olaraq hətta bunun üçün. Allahın yazdığı yol yöndəmdir, gəlmişik uzaqlara, qəribliyə düşmüşük. Qazaç dalını hər birimiz buralarda gəzirik. İnşallah atamızın o sevinçli üzünü görüb, izlədikcə, sevindiyini eşitdikcə biz də xoşbəxt olarıq. Allah bir daha atalarımızı başımızdan əksik etməsin. Atalarımızı qorusun. Dünyasını dəyişən atalara Allahdan rəhmət diləyirəm. Analarımızı da həmçinin. Analarımız başımızın tacıdır. Öpürəm hər kəsin atasının, anasının əllərindən. Bu videonu indi burada sonlandırmaq istəyirəm xanımlar. Çünki mən ayrı video çəkirdim. Bugün bunu həm çəkib yayınlamaq istədim. Ümid edirəm bu videomuz bacımızın gönlücə olmuşdur. Bacımızın xoşuna gələn bir video olmuş olar. Bacımız sevinər, ümid edirəm. Əgər sevinəcəksə də nə xoş mənə ki, o gözəl insanların sevincinə vəsilə ola bildik. Tortumuzu qəbul edin. Azı çox görün. İstəyərdik daha çox ola. Yəni bacımızın adı ilə də istəyərdik daha çox ola. Amma balaca oldu, olsun. Tək ki balaca böyük deyil.
məsələ insanın ürəyindən keçəndir hər şey. Öpürəm bacı səni. Allah atana can sağlığı versin. Sağ olun, sağlıqla qalın. Sabahki vlogda görüşərik inşallah.